Vəzifəli adamların gizlincə gəlib kabab yediyi yerdir. Bəli, o yeri tapmışam. Bakıda kababları ilə ad çıxaran məkan, Kababzadə. Buranın adını çox eşitmişdim, dadını da gördüm. Dediklərinə görə ətləri Beyləqandan gəlir. Elə girişdəcə asılqandakı bu əmlik quzunu görəndə bilirsən ki, bura başqa yerdir. Biz əvvəlcə soyuq qəlyanaltılardan başladıq. Burada ən çox hissə verilmiş quzu quyruğu ilə can ətinin tandemi diqqətimi çəkdi. Xardalla birgə verilir. Adı üstündə, quyruqdur. Hər adama görə deyil, yeyib içənlər üçündür. Bir də zəncəfilli badımcan əzməsi çox möhtəşəmdir. Bundan başqa heç yerdə görməmişəm açığı. Qazan yeməklərindən uzun-uzadı nə danışım. Ətin keyfiyyəti göz qabağındadır. Videodan necə görünürsə dadı da elədir. Ət ağızlar yeri, ayda bunlar nə ediblər? Qaymaqdır, qaymaq. Qazan yeməklərinin bir porsiyası 8-10 manat arasında dəyişir. O ki qaldı kabablarına, bunların da mənim tərifimə ehtiyacı yoxdur. Qiymətləri 6-9 manat arasında dəyişir. Keyfiyyəti görəndə anlamaq olur ki, bəzi məşhurlar, vəzifə sahibləri niyə buranı seçir. Çəngəl vuranda bu dağıldı sabına bax, çəngələ gəlmir. Bax, görsən, bax bu döymədir. Və hər yer döymə vermir də, lülə verir. Burada qonaqlara özlərinin hazırladığı kompot və turşular verilir. Məkanda canlı ifalar olur. Tam ailəvi məkandır. Qonaq sayına uyğun olaraq sərfəli kabab setləri də var. Necə deyərlər, dosta, qardaşa rahatlıqla məsləhət görüləsi məkan kimi yadımda qaldı. Kababzadə Neftçilər metrosunun yaxınlığında yerləşir.